أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayru nasirin ve mu'in. Möhtərəm, değerli müminler, bugün bizim bu güzel müsabiqəmizi izləmək üçün bura toplaşan qonaqlar hamınızı bu bərəkətli və nurani məclisdə salamlayıram. Artıq ənənəyə çevrilən Quran görüşlərimiz, ənənəyə çevrilən müsabiqələrimiz, Quran toplantılarımızda yenidən sizi görməkdən şərəf duyuruq və hamınıza müqəddəs kitabımız Quran-ı Kərimin bərəkətini, nuraniyyətini arzu edirəm. Və belə bir əlamətdar tarixdə, əlamətdar bir gündə belə bir bərəkətli məclisin təşkil olması da təsadüfi deyil. Bilirsiniz ki, çox gözəl bir gündə sizinlə görüşürük. Bugün 8 noyabr tarixidir hər bir Azərbaycanlı üçün və hər bir haqqa, həqiqətə, doğruluğa qiymət verəcək insanlar üçün bugün çox böyük və qiymətli bir bayramdır, çox gözəl bir bayramdır, müqəddəs bir işığa toplaşmağımız da təsadüfi deyil. Bugün istədik ki, belə bir gözəl bayram gününü gözəl bir şəkildə qeyd eləyək. Bunu da bizim töhfəmiz bundan ibarət olsun ki, müsabiqəmizi Ümum Respublika üzrə 13-cü Quran müsabiqəsinin də yarım final və final görüşlərini bugünə salmaq niyyətimiz oldu. Bu da əlbəttə bundan dolayıdır ki, belə bir bərəkətli günə, belə bir xalqımız üçün, millətimiz üçün, Azərbaycanımız üçün belə bir gözəl günə bizim də bir töhfəmiz, bir qatqımız olsun. Əlbəttə ki, burada biz hər dəfə bütün görüşlərimizdə, bütün tədbirlərimizdə ilk öncə bu məsələni həmişə qeyd eləmişik ki, bizim bütün tədbirlərimiz, oxuduğumuz Quran-ı Kərim surələri, ayələri birinci növbədə Azərbaycanımız üçün, bu gözəl vətənimiz üçün, bu bərəkətli ölkəmiz üçün canını qurban verən şəhidlərin ruhuna ithaf olur. Və bugün də əgər icazə versəydiniz, burada oxunan Quranların savabını canıyla, qanıyla bizim bu zəfərimizin qazanmağına səbəbkar olan şəhidlərimizə hədiyyə eləyərdik. Allah şəhidlərimizi rəhmət eləsin. Onların zatən məqamları alidir. Allah daha da mütəali qərar versin inşallah. Amin. Nə qədər Azərbaycan yaşayırsa, nə qədər Azərbaycan durursa, nə qədər Azərbaycan xalqı varsa, həmişə şəhidlər yüksək qiymətləniləcək, yad olunacaq, xatırlanacaq. Onlar heç vaxt unudulmayacaq. Böyük məqam sahibi olan bu igidlərimizə hər zaman borçluyuq, hər zaman minnətdarıq və bugün xüsusilə onları yad eləməyimiz əlbəttə ki, həm də ona görədir ki, bugün onların zəhmətinin, əziyyətinin, əməyinin mükafatı alınan gündür, zəfər günüdür. Və şübhəsiz ki, bu işin əmələ gəlməsində ən böyük xidməti olan şəhidlərimizdir, şanlı ordumuzdur. Kimisi şəhadət məqamına ərdi, şəhadət məqamına yüksəldi və şəhadət şərbəti nuş elədi. Bu məqamda fərqləndi. Kimisi də bu müharibənin qəhrəmanına çevrildi. Müharibə iştirakçısı oldu, qəhrəman, vətən müharibəsi qəhrəmanı məqamına sahib oldu. Bu da bəziləri də qazi oldu. Bu müharibədə iştirak edib, yaralanaraq öz töhfəsini verdi bu millətə, bu xalqa, bu ölkəyə. Hesab edirəm ki, bunlar hər biri ayrı-ayrılıqda ən yüksək qiymətə, ən yüksək dəyərə layiqdir. Və bizim də bu dəyərə verə biləcəyimiz qiymət, bax bu, burada gördüyünüz bu səhnədir, bu məscidin auditoriyasıdır, burada əyləşən qarilərdir, bizim bu tədbirimizdir. Əlbəttə ki, bu tədbirin təşəbbüskarı, buradan da adını oxuduğunuz Azərbaycan Quransevərlər məclisidir, Quransevərlər kollektivin işidir ki, biz hər dəfə bu məsələlərə öz münasibətimizi göstərmişik və bunu göstərməkdən şərəf duyuruq. Bu birinci dəfə deyil, bu dəfələrlə təkrar olub. Mən məlumat üçün sizə qeyd edeyim ki,
Azərbaycan Quransevərlər Məclisi, Quransevərlər İcması, Quransevərlər kollektivi 2003-cü ildən bu günə fəaliyyət göstərir. Artıq 22-ci ildir ki, xalqımızın xidmətindəyik, müsəlman bacı qardaşlarımızın, mömin bacı qardaşlarımızın, Quransevər insanların xidmətindəyik və hər il demək olar ki, həm Quran məclisləri, həm Quran müsabiqələri, istər ölkə üzrə, istər şəhərlər üzrə bizim təşəbbüsümüzdən qeyd olunur və bu əlbəttə ki, Quran işinə bir töhfədir bizim tərəfimizdən. Biz Allah-u Teala'dan bundan da artıq müvəffəqiyyət arzuluruq özümüz üçün ki, bundan da daha yaxşı xidmətlərimiz olsun Quran sahəsində. Çünki bu millətə hərə bir tərəfdən töhfə verir, hərə bir cür xidmət göstərir, hərə öz sahəsində töhfə verməyə çalışır bu millət üçün. Biz də bu cür töhfə verməyə qərar almışıq. Allah işimizdə müvəffəq qılsın bizləri. Amin. Və bir nöqtə məni daha çox həvəsləndirdi bugün bu sözləri deməyə. Biz hal-hazırda 8-ci imamımızın adını daşıyan bir məsciddə oturmuşuq. Bilirsiniz ki, İmam Rıza bizim imamlarımızın içərisində 8-ci imamdır. Bugün də 8 noyabr tarixidir. Mən bilmirəm, bu nə qədər sizin diqqətinizi çəkib, amma mənim diqqətimi çox çəkdi ki, 8-ci imamın adına noyabr ayının 8-də bu məclisin təşkil olması da hesab edirəm ki, bir ayrı məna qatır bizim bu tədbirimizə və mən də məscid rəhbərliyindən, xüsusilə İmam Rıza məscidi, Xəzər rayonu İmam Rıza məscidi dini icmasına, bu məscidin başında duran bizim çox dəyərli ilahiyyatçı alim Hacı Həsən müəllimə bizə yaratdığı şəraitə görə təşəkkürümü bildirmək istəyirəm. Mən əminəm ki, bu məscidin də sıralarında, yəni möminlər sırasında müharibə iştirakçılarımız var, vətən müharibəsi iştirakçılarımız var. 2023-cü ildə lokal antiterror tədbirlərində o 23 saatlıq mübarizəmizdə, haqq savaşımızda qatılan məscid möminləri var və mən onların hamısının huzurunda bugün çıxış eləməkdən şərəf duyuram və Axunda, imama bir daha bizə yaratdığı bu şəraitə görə təşəkkür eləmək istəyirəm. Bütün xalqımızı bu bərəkətli məclisdən Zəfər günü münasibəti ilə təbrik edirəm. Oxunan Quranların şəhidlərimizin ruhuna bağışlanmasını dua edirəm. Biz həmişə deyirik ki, Allahümmə nəvvir qulubənə binuril Quran və kəffir ənna seyyiatina bi izzətil Quran və şfi mərdana bi ayatil Quran. Biz həmişə xəstələrimiz üçün Quran ayələri hörmətinə şifa diləmişik və bugün də hesab edirik ki, burada oxunan Quranlarımız bizim qazilərimizə şifa mənbəyinə çevirilər inşallah. Çünki Quran başdan ayağa şifadır, şifa mənbəyidir. Allah-u Teala'dan arzu edirəm ki, o şifa mənbəyi olan Quran-ı Kərim bizim cismani və ruhani xəstəliklərimizə şəfa mənbəyi olsun inşallah. Amin. Və mən icazə verin, bugün bu uzun uzadı çıxışımı biraz qısaldıb, sizin vaxtınızı çox almayayım. İmam Rıza əleyhissalamın adına olan bu məsciddə Azərbaycan Respublikası üzrə keçirilən 13-cü Quran müsabiqəsinin yarımfinal mərhələsini açıq elan edeyim. Müsabiqənin özünə məxsus şərtləri var, özünə məxsus tələbləri var. Tələblər bundan ibarətdir ki, bugün bizim sizinlə görüşümüz 2 mərhələdən ibarət olacaq. Yarımfinal və final mərhələlərində görüşəcəyik. Bugün bura çox gözəl ölkəmizin sayılıb seçilən dəyərli qariləri münsif qismində dəvət olunublar. Mən şəxsən bir tələbə kimi, bir öğrenci kimi, din öğrencisi kimi bu dəyərli ustadlarımız ki, sizin huzurunuzda əyləşib və onlarla qürur duyduğumu ifadə eləmək istəyirəm və bundan şərəf duyuram. Fəxr eləyirəm bir Azərbaycanlı kimi ki, mənim ölkəmdə, Azərbaycanımda, bu gözəl vətənimdə alimlərimizlə bərabər, ziyalılarımızla bərabər, bütün sahələrdə əldə elədiyimiz böyük nailiyyətlərimizlə bərabər, bax belə qarşınızda gördüyünüz bu cür gözəl ilahiyyatçılarımız var, din xadimlərimiz var, Quran müəllimlərimiz, ustadlarımız var. Onların mən sadəcə adlarını çəkib, qısa bir şəkildə onlara o haqqında məlumat verməyimə baxmayın, onlara taxılmayın. Əslində bu insanların hər birinin adının altında səhifələrlə, kitab
şəklində desəm yanılmaram ki, onlar haqqında yüksək sözlər danışmağa imkan var. Əgər belə bir ədəbi bədii gecə olsaydı ki, mən orada çıxış eləsəydim və belə bir ustadları, müəllimləri orada hər birini ayrı-ayrı təqdim eləsəydim, hesab elərdim ki, onların haqqında əməlli başlı dəqiqələrlə danışmaq imkanım olardı. Çünki onların hər birini ayrı-ayrı tanıyıram və o tanışdığıma da şərəf duyuram. Və burada iştirak edən müsabiqə iştirakçılarına xoş sizin halınıza deyirəm, bəxtəvər sizin başınıza ki, bax belə bir dəyərli ustadların huzurunda Quran oxumaq şansını əldə eləyəcəksiniz. Mən sizin hamınıza öncədən uğur arzuluyuram, müvəffəqiyyət diləyirəm və icazə versəydiniz, mən münsifləri elan eləyərdim sizə və münsiflərin elanından sonra bizim bir giriş qiraətimiz, tilavətimiz olacaq. Ondan sonra müsabiqəmizə start verəcəyik. Sizin huzurunuzda bizim münsiflər heyətinin birinci üzvünü təqdim eləmək istəyirəm. Kifayət qədər sayılıb seçilən din xadimi, məscid imamı, ilahiyyatçı alim, gözəl dini bilgilərə sahib olan insan, təkcə Quran bilgiləri yox, bütün İslam maarifində kifayət qədər böyük bir biliyə sahib olan, bizim üçün müəllim sayıla biləcək şəxsiyyətlərdən biri. Həm də bizim münsiflər heyətinin sədri postunda əyləşib, bizim çox dəyərli ilahiyyatçı alimimiz Əlizaman Əliyevi böyük hörmət və ehtiramla sizə təqdim eləmək istəyirəm. Əlizaman müəllim, xoş gəlmişsiniz bizim müsabiqəmizə. Sizi burada münsiflər heyətində görməkdən şərəf duyuruq. Və ikinci münsifimizi böyük hörmət və ehtiramla sizə təqdim eləmək istəyirəm. Azərbaycan Quransevərlər icmasının Ümum Respublika Quran müsabiqəsinin qalibi olan 2003-cü ildə Azərbaycan Respublikası üzrə birincilik qazanan Quran müsabiqəsində bizim dəyərli gözəl qarimiz, hansı ki bir gün burada əyləşir, Quran oxuyur, münsiflər ona qiymət verir, özü qalib olur, amma bugün isə o münsiflər masasında əyləşib başqa cavan qarilərə, gənc qarilərə qiymət verir. Bax, bu bizim işimizin bərəkətindən bir nümunədir ki, sizin üçün gətirdim. Yəni, bax, bu müsabiqələr bizə nə verir? Bax, belə istedadlı insanların aşkar olmasına vəsilə olur. Mən böyük hörmət və ehtiramla 2003-cü ildə Azərbaycan Respublikası üzrə keçirilən Quran müsabiqəsinin qalibi Orxan Mehbalıya böyük hörmətlə təqdim edirəm. Xoş gəlmişsiniz Orxan müəllim, sizi münsiflərdə görməkdən şərəf duyuruq. 2010-cu ildə Quran müsabiqəmizin qalibi olan Müslüm Qəhrəmanov, böyük hörmət və ehtiramla salamlayıram. Müslüm müəllim ilahiyyatçı, din bilgilərində mükəmməl şəxsiyyət, həm də Quran qiraətində fövqəladə bir, fərqli, unikal bir istedada sahib olan bir şəxsiyyət. Böyük hörmət və ehtiramla salamlayıram. 2018-ci ildə Quran müsabiqəmizin qalibi olan hörmətli Sadiq müəllim Rəmzoğlu, mənim çox sevdiyim, çox hörmət elədiyim, savadına, biliyinə, şəxsiyyətinə dərin hörmətimiz olan bir dəyərli münsifimizdir. Salamlayıram hörmətli münsifimizi. 2005-ci ildə Quran müsabiqəmizdə qalib olan Rəmzi Tağıyev, böyük hörmət və ehtiramla bildiyim qədər Rəmzi müəllim təzə bizim sıralarımıza qatılır və bugün belə ehtimal verirəm ki, birinci dəfədir münsiflər masasında görürəm. Şərəf duyuruq, xoş gəlmişsiniz bizim münsiflərin sırasına. Sizə uğurlu fəaliyyət arzuluyuram. Hesab edirəm ki, bizimlə darıxmayacaqsınız, bizimlə xoş olacaq, bizim qarilərimizlə xoş olacaq və sizin verdiyiniz qiymət qarilərimizi gələcək fəaliyyətlərinə həvəsləndirəcək. Təşəkkür edirəm. Böyük hörmət və ehtiramla sonuncu münsifimizi qeyd eləmək istəyirəm. Yenə deyirəm, bu münsiflərin hər biri haqqında uzun-uzadı danışmaq imkanım yoxdur, yoxsa gərək olsaydı bəlkə çox sözlər demək olardı. Mənim şəxsən həm şəxsiyyətinə, həm biliyinə, həm savadına, həm bütün cəhətlərdən, bütün çox konfessiyalı dəyərlərinə böyük hörmətim olan çox gözəl bir şəxsiyyət əyləşib münsiflər masasında. Yəni, əgər mən sizin hər hansı birinizin yerində burada əyləşsəydim, Quran oxumaq imkanım olsaydı, hərçənd sizin kimi Quran oxuya bilmirəm, amma hər halda sizin kimi Quran oxumaq imkanım olsaydı və əyləşsəydim, belə bir ustad mənim Quranımı dinləsəydi, mənə qiymət versəydi, mən o qiyməti həyatımın baş tacı hesab eləyərdim. Bu şəxsiyyət ki, mən onun haqqında bu sözlər deyirəm ki, onun qələmi, onun imzası, onun münasibəti mənim çox böyük əhəmiyyət kəsb edir. Biz artıq neçə illərdir ki, onunla həmkarlıq edirik Quran sevərlər olaraq. Hörmətli Mir Haşim müəllim Seyidzadə. Çox böyük hörmətlə mən onu bu məclisdə salamlayıram. Çünki Azərbaycanda barmaqla sayıla biləcək Quran müəllimlərindən, Quran öyrətmənlərindən biri o insan.
Mən böyük hörmətlə onu bu məclisdə salamlamaq istəyirəm. Çünki tələbələrin münasibətlərini görürəm. Tələbələrlə mənim ayrıcı söhbətlərimdən belə bir qənaətə gəlirəm ki, bizim belə müəllimlərə, belə ustadlara, belə Quran bilgisinə sahib olan insanlara söhbət təfsirdən və digər sahələrdən gedir. Çox böyük ehtiyacımız var. Böyük hörmət və ehtiramla Mir Haşim müəllim sizi salamlayıram. Mir Haşim müəllim həm də Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin məzunudur. Bizim üçün ayrı bir gözəllikdir ki, belə bir Azərbaycanımızın flaqman universitetinin məzunu ilə həmkarlıq edirik. Münsiflər qismində onun bilgilərindən istifadə edirik və salamlayıram bu münsifləri. Bu qədər. Təşəkkür edirəm hamınıza. Allah sizdən razı olsun. Hər birinizə bu müsabiqədə uğurlar diləyirəm. Hörmətli Hacı Həsən müəllim imamımızın xeyir duası ilə məclisimizi açıq elan edirik və buradan icazə versəydiniz mən əlimi duaya açardım bu bərəkətli Quran məclisində. Bir dəyərli qardaşımız üçün dua eləyərdim ki, əslində sizin sıralarınıza baxıram, sanki oradan kimsə mənə nəsə bir informasiya ötürəcək deyə bir adamı gözüm axtarır, amma çox təəssüf ki, onu bugün bu məclisdə görə bilmirəm, amma çox istəyərdim onu bu məclisdə görmək. Bizim hamımızın rəhbərimiz, yəni bu Quran sevərlər icmasının başında duran bütün gücünü, bugün bax bu gördüyünüz burada nə varsa hər şey əmək qoyan bir insanı gözüm axtarır bu məclisdə. Tutmuş bizim arxamızda olan bax bu tablodan, qarşımızda olan bu tribunlardan, burada qoyulmuş bütün bu kameralardan ta o masalara qədər boynumuza çox böyük haqq qoyan bir çox dəyərli qardaşı gözüm axtarır. Və mən xahiş edirdim ki, əlimizi açaq, bir dua eləyək cəmi xəstələrimiz üçün. O cümlədən də bizim bugün gözümüz axtarıram, onu görə bilmirik. Bizim hörmətli rəhbərimiz Hacı Tərlan Haqverdiyev. Allah şifa versin ki, yaxın zamanlarda, yaxın gələcəkdə keçirilən Quran tədbirlərimizdə biz Hacı Tərlan müəllimi yenə də o aktivliyi ilə, o mükəmməl nizam-intizamı ilə burada bu məclislərimizdə görə bilək inşallah. Bir amin deyin dostlar. Peyğəmbərimizə və onun pak müqəddəs əhl-i beytinə səlavat ehsan edək. Bilirsiniz ki, bizim Quran tədbirlərimizin başında həmişə bir başlanğıc qiraət olur və biz də bugün başlanğıc qiraəti təqdim eləmək üçün çox dəyərli bir ustad dəvət eləmişik. Şəkimizdən, bizim gözəl şəkimizdən bir imamımız təşrif buyurub məclisimizə. Azərbaycan üzrə keçirilən 12-ci Quran müsabiqəsinin açılışında final, yarım filan və filan mərhələlərindəki açılışda onun qiraətindən faydalanmaq istəyirik. Mən sizin hamınızın icazəsi ilə hörmətli Səxavət müəllim Əlixanovu dəvət edirəm tribunaya, buyursun. Gözəl qiraəti ilə bir başlanğıc eləsin, bizə xeyir dua olsun, biz də müsabiqəmizi davam elətdirək. Salavatla qarşılayaq qarımızı. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Velillahi mulkus semavati vel ardi vallahu ala kulli şeyin qadir. İnne fi halqis semavati vel ardi ve ihtilafil leyli ven nehari la ayat. واختلاف الليل والنهار لآيات لأولي الألباب.
الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا سبحانك فقنا عذاب النار ولله ملك السماوات والأرض والله على كل شيء قدير إن في خلق السماوات والأرض واختلاف الليل والنهار لآيات لأولي الألباب واختلاف الليل والنهار لآيات لأولي الألباب الذين يذكرون الله الذين يذكرون الله قياما الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا سبحانك فقنا عذاب النار ربنا من تدخل النار فقد أخزيته وما للظالمين من أنصار ربنا إننا سمعنا مناديا
مناديا ينادي للإيمان أن آمنوا بربكم فآمنا ربنا فاغفر لنا ذنوبنا وكفر عنا سيئاتنا وتوفنا مع الأبرار ربنا وآتنا ما وعدتنا على رسلك ولا تخزنا يوم القيامة إنك لا تخلف الميعاد صدق الله العظيم. Allahümme salli ala Muhammed ve ali Muhammed. İcazə verin bu gözəl qiraətinə görə, bu başlanğıcda bu gözəl oxusuna görə mən dəyərli imamımıza təşəkkür edeyim. Mən istəyirəm ki, yavaş-yavaş müsabiqəmizə start verək və biz püş atdıq. Püş atma nəticəsində iştirakçılardan 10 nəfər sırayla iştirak eləmə hüquq qazandı. Müsabiqələrin şərtlərinə uyğun olaraq püşk əsasında müəyyənləşdi sıralar ki, kim harda oxuyacaq. Birinci olaraq icazə versəydiniz, mən qiraətini təqdim eləmək üçün dəvət eləmək istəyərdim gözəl dəyərli qarimizi. Məlumatınız var ki, biz Ümumrespublika Quran müsabiqələrini bu şəkildə təşkil edirik ki, əvvəlcə onlar bölgələr üzrə təşkil olunur. Sonra həmin o bölgələrdə qalib olan qarilərimiz Bakı şəhərində keçirilən Ümumrespublika Quran müsabiqəsinə vəsiqə qazanırlar və yarım final mərhələsində çıxış eləyərək finala çıxdıqları təqdirdə finalda da qiraət edirlər və sonra Ümumrespublika üzrə Quran qalibi hesab edilirlər. İndi biz hal-hazırda qiraətini dinləyəcəyimiz bu qarilərimiz hərəsi Azərbaycanın bir bölgəsində o bölgə üzrə qalib olub bizim bugünkü müsabiqənin yarım final mərhələsinə vəsiqə qazanıb və elə o özü də bir qalibiyyətdir, yəni bölgəsində qalib olmaq, yəni orada bir neçə qarinin içərisində Bakıda keçiriləcək müsabiqədə iştirak eləmə hüquq qazanmaq özü də bir qalibiyyətin birinci mərhələsidir. Mən buna görə sizin nəzərinizə çatdırmaq istəyirəm ki, hörmətli ərli imamımız, burada hal-hazırda sizin qarşınızda və münsiflər heyətinin önündə qiraət edən bizim qarilərimiz bölgə qalibləridir. Mən böyük hörmətlə onları burada görməkdən şərəf duyacam. İcazə versəydiniz, birinci qarimizi vaxt itirmədən dəvət edərdim. Püşkatma nəticəsində birinci oxuması müəyyənləşib, bizim Ağdaş rayonundan qalib olub Bakıya təşrif buyuran hörmətli Kamran müəllim Hacıyev. Buyurun, Kamran qardaşımızı dəvət edirəm. Buyursun tribunaya və öz tilavətini təqdim eləsin. Kamran Hacıyev oxuyacaq bizim üçün. Xahiş edirəm, salavatla alqışlayaq qardaşımızı. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ
ولقد آتينا لقمان الحكمة أن اشكر لله ومن يشكر فإنما يشكر لنفسه ومن كفر فإن الله غني حميد وإذ قال لقمان لابنه وهو يعظه يا بني لا تشرك بالله إن الشرك لظلم عظيم ووصينا الإنسان بوالديه حملته أمه وهنا على وهن وصاله في عامين وانفصاله في عامين أن اشكر لي ولوالديك إلى المصير وإن جاهداك على أن تشرك به ما ليس لك به علم فلا تطعهما وصاحبهما في الدنيا معروفا واتبع سبيل من أناب إلي ثم إلي مرجعكم فأنبئكم بما كنتم تعملون يا بني إنها إن تكو يا بني إنها إن تك مثقال حبة من خردل فتكن في صخرة أو في السماوات أو في الأرض يأت بها الله إن الله لطيف
لطيف خبير صدق الله العظيم. Təşəkkür edirik, hörmətli Kamran qardaşımız, müvəffəq müəyyəd olasınız. Mən qeyd edeyim ki, bizim məclisimizdə bu müsabiqəmizi izləyən qonaqlarımız sırasında çox böyük dəyər verdiyimiz yoldaşlar əyləşib. Mən burada dayanma imkanından istifadə edib, onları bu məclisdə gördüyümdən şərəf duyduğumu ifadə eləmək istəyirəm. Gözəl alimlər var məclisdə. Azərbaycanımız üçün, Azərbaycan elmi üçün böyük nailiyyətlər qazandıran şəxsiyyətlər var məclisdə. Onları öz sıramızda görməkdən şərəf duyuruq. Allah bu gözəl Azərbaycanımıza, bu ziyalılarımızı, bu alimlərimizi çox görməsin. Amin. Quran xatirinə, müqəddəs Quran-ı Kərim hörmətinə Allah o alimlərimizi, o ziyalılarımızı Allah millətimiz üçün, xalqımız üçün hifz eləsin. Amin. Bizim dinimiz də hər zaman elmə, alimə yüksək qiymət qail olub. Quran-ı Kərimdə, hədislərimizdə alimlər ən yüksək qiymətlə, dəyərlə həmişə qiymətləniblər, dəyərləndiriliblər. Peyğəmbərimiz saysız hesabsız qədər alimlərə hörmət eləmək haqqında hədislər bizə bəyan edib. Quran-ı Kərimdə 750 dəfə elm sözü, bilik sözü, bilmək, öyrənmək anlamında olan ifadələrdən istifadə olunub. Bu, əlbəttə ki, dinimizin, İslamın elmə, alimə, biliyə verdiyi qiymətin nümunəsidir. Mən bunları ona görə qeyd edirəm ki, bizim bu müsabiqəmizi izləyən yoldaşlar içərisində nəinki ölkəmizdə, hətta beynəlxalq səviyyədə tanınan gözəl alimlər var. Mən onları məclisdə salamlayıram. Xoş gəlmisiniz. Bizimlə birlikdə olduğunuz üçün bu gözəl gənc qarilərimizi öz iştirakınızla təşviq elədiyinizə görə mən sizə təşəkkür edirəm. Allah sizləri qorusun. Var olasın müəllim. Həm də eyni zamanda bu cür tədbirlərin təşkilində, təşkil olunmasında xidməti keçən yoldaşlara mən təşəkkür eləmək istəyirəm. Fərqi yoxdur. Bəzən çox cüzi xidmətlər böyük, yaxşı nəticələr əldə eləməyə vəsilə ola bilir. Bizim xalqımızın genetik kodunda var bu xeyirxahlıq, əl tutmaq, yardımlaşma, yaxşı işlərdə biz hər zaman öndə olmuşuq. Bizim bacarmadığımız bir şey var, o da pislik. Biz onu bacarmırıq. Əlhamdülillah ki, bizim xalqımız hər zaman xeyirxahlıqda öndə olub. Tariximizə də baxsaq, yaxın, uzaq tariximizdə çox belə şəxsiyyətlərə rast gəlmək mümkündür ki, öz xeyirxahlıqları ilə adların tarixi yaza biliblər. Məscidlər tikmək, məktəblər inşa eləmək, su çəkmək, yol salmaq, xeyirxah missiyalar, bunlar əlbəttə ki, çox böyük təqdirə layiqdir. İcazə verin, mən ikinci qalibimizi, ikinci iştirakçımızı dəvət edeyim, xahiş edirəm. Hamımız qarşılayın. Lənkərandan təşrif buyurmuş gözəl bir qarimiz var, Samir Niftullayev. Xahiş edirəm, buyursun tribunaya. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ وَمَنْ يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ. وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ اللَّهَ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا هُوَ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاءُ. وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ
الشرك لظلم عظيم ووصينا الإنسان بوالديه حملته أمه وهنا على وهن حملته أمه وهنا على وهن وفصاله في عامين أن اشكر لي ولوالديك إلي المصير وإن جاهداك على أن تشرك بي ما ليس لك به علم فلا تطعهما وصاحبهما في الدنيا معروفا واتبع سبيل من أناب إلي ثم إلي مرجعكم فأنبئكم بما كنتم تعملون يا بني إنها إن تك مثقال حبة من خردل فتكن في صخرة أو في السماوات أو في الأرض يأتي بها الله إن الله لطيف خبير صدق الله العلي العظيم. Allah razı olsun değerli qarimizdən. Samir qardaşımız da tilavətini yekunlaşdırdı. Müsiflər onun ballarını hesablayırlar. Mən də bütün iştirakçılara uğurlar diləyirəm. O həyəcanla hazırlaşan iştirakçılara uğur qazanmalarına dua edirəm. Doğrudan da böyük bir şansdır, böyük bir nemətdir. Belə bir tədbirdə iştirak eləmək, böyük bir saadət əslində. Uğur qazanmağı diləyirəm hər birinizə və arzuluyuram ki, hər biriniz qalib olasınız inşallah. Astaradan təşrif buyurmuş Məhəmməd qardaşım, Məhəmməd Güləliyev buyursun, hazırlaşsın. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ
ومن يشكر فإنما يشكر لنفسه ومن يشكر فإنما يشكر لنفسه ومن كفر فإن الله غني حميد وإذ قال لقمان لابنه وهو يعظه يا بني لا تشرك بالله إن الشرك لظلم عظيم ووصينا الإنسان بوالديه حملته أمه وهنا على وهن وفصاله في عامين أن اشكر لي ولوالديك إلي المصير وإن جاهداك على أن تشرك بي ما ليس لك به علم فلا تطعهما وصاحبهما في الدنيا معروفا واتبع سبيل من أناب إلي ثم إلي مرجعكم فأنبئكم بما كنتم تعملون يا بني إنها إن تك مثقال حبة من خردل فتكن في صخرة أو في السماوات أو في الأرض يأت بها الله إن الله لطيف خبير Sadaqallahul azim. Müsiblər heyəti hesablayır. İnşallah hesablamalar tamamlanandan sonra 4-cü qarimizi iştirak üçün dəvət edəcəyik. Hazırlaşsın Elvin Qurbanov. أعوذ بالله من الشيطان الرجيم
بسم الله الرحمن الرحيم ولقد آتينا لقمان الحكمة أن اشكر لله ومن يشكر فإنما يشكر لنفسه ومن كفر فإن الله غني حميد وإذ قال لقمان لابنه وهو يعظه يا بني لا تشرك بالله إن الشرك لظلم عظيم ووصينا الإنسان بوالديه حملته أمه وهنا على وهن وفصاله وانفصاله في عامين أن اشكر لي ولوالديك إلي المصير وإن جاهداك على أن تشرك بي ما ليس لك به علم فلا تطعهما وصاحبهما في الدنيا معروفا
واتبع سبيل من أناب إلي ثم إلي مرجعكم فأنبئكم بما كنتم تعملون. يا بني إنها إن تك مثقال حبة من خردل فتكن في صخرة أو في السماوات أو في الأرض يأت بها الله إن الله لطيف خبير. صدق الله العظيم. Teşekkür edirəm değerli kardeşimiz. Maşallah, maşallah, maşallah. Biz sizinle gurur duyuruq değerli iştirakçılarımız. Həqiqətən hər biriniz gözəlsiniz, hər biriniz çox yaxşısınız. Xüsusilə Elvi müəllim. Çox böyük zövq verir bizə. Çox sağ olun. Var olasınız, müvəffəq olasınız. Allahu Teala Qur'anla məşhur eyləsin sizləri. Amin. Mən böyük hörmət və ehtiramla növbəti iştirakçımızı dəvət eləmək istəyirəm. Əkbər Əliyev buyursun. Xahiş edirəm salavatla qarşılayaq dəyərli iştirakçımızı. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ وَمَنْ يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ حميد. وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ.
ووصينا الإنسان بوالديه حملته أمه وهنا على وهن وفصاله في عامين أن اشكر لي ولوالديك إلي المصير وإن جاهداك على أن تشرك بما ليس لك به علم فلا تطعهما وصاحبهما في الدنيا معروفا واتبع سبيل من أناب إلي ثم إلي مرجعكم فأنبئكم بما كنتم تعملون يا بني إنها إن تك مثقال حبة من خردل فتكن في صخرة أو في السماوات أو في الأرض يأت بها الله إن الله لطيف خبير صدق الله العلي العظيم. Çox təşəkkür edirəm dəyərli qarimizdən. Elvin qardaşımız da öz tilavətini təqdim elədi. Uğurlar diliyirik. Əkbər Əliyevi dəvət edirəm. Buyursun, Bakı şəhərindən iştirak edir. Əkbər Əliyev. Əkbər Əliyev çıxış elədi. İndi növbəti qarimizi dəvət edirəm. Hörmətli İlkin Nemətzadə Masallıdan. Buyursun, İlkin Nemətzadə. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولقد آتينا لقمان الحكمة أن اشكر لله ومن يشكر فإنما يشكر لنفسه
نفسه ومن كفر فإن الله غني حميد وإذ قال لقمان لابنه وهو يعظه يا بني لا تشرك بالله إن الشرك لظلم عظيم ووصينا الإنسان بوالديه حملته أمه وهنا على وهن وفصاله في عامين أن اشكر لي ولوالديك إلي المصير وإن جاهدك على أن تشرك بي ما ليس لك به علم فلا تطعهما وصاحبهما في الدنيا معروفا واتبع سبيل من أناب إليك ثم إلي مرجعكم فأنبئكم بما كنتم تعملون يا بني إنها إن تك مثقال حبة من خردل فتكن في صخرة أو في السماوات أو في الأرض يأت بها الله إن الله لطيف خبير صدق الله العلي العظيم. Minnətdaram bütün iştirakçılarımıza uğurlar diləyirəm. Artıq 6-cı qarimizi dinlədik, yola saldıq.
inşallah ki, ümid edirəm ki, hamı qalib olsun, hamı layiq olduğu yeri tuta bilsin. Qalibiyyət gözəl nemətdir, hamınıza qismət olsun inşallah. İstəyirik bu arada gözəl bir qiraətə yer verək. Bizim məclisimizdə münsiflər heyəti masasında çox dəyərli bir qarimiz əyləşib. Çox fərqli səsi olan, fərqli avazı olan, fərqli qiraəti olan çox dəyərli bir ustad qarimiz iştirak edir. Mən istəyərdim ki, bir qədər iştirakçılarımız da dincəlsinlər, onların münsiflər də dincəlsin deyə bu dincəlməyimizi istəyərdim çox müqəddəs bir ab-ı havada tətbiq eləyək. O da əlbəttə ki, Qur'an-ı Kərim dinləməkdən gözəl bir şey ola bilməz. Böyük hörmət və ehtiramla dəyərli qarimiz Rəmzi müəllim, mən bura dəvət edirəm ki, Rəmzi müəllim buyursun, gözəl bir qiraət təqdim eləsin bizə, biz də ləzzət alaq bu qiraətdən. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. وأزلفت الجنة للمتقين غير بعيد هذا ما توعدون لكل أواب حفيظ من خشي الرحمن بالغيب وجاء بقلب منيب ادخلوها بسلام ذلك يوم الخلود وأزلفت الجنة للمتقين غير بعيد هذا ما توعدون لكل أواب حفيظ من خشي الرحمن بالغيب وجاء بقلب منيب هذا ما توعدون لكل أواب حفيظ من خشي الرحمن بالغيب وجاء بقلب
منيب من خشي الرحمن بالغيب وجاء بقلب منيب ادخلوها بسلام ذلك يوم الخلود ادخلوها بسلام ذلك يوم الخلود لهم ما يشاءون فيها ولدينا مزيد صدق الله العلي العظيم. Çox təşəkkür edirik bizim çox dəyərli, çox qiymətli, çox əziz qarımıza ki, doğrudan da bu fasiləni faydalı keçirməyimizi Rəmzi müəllim təmin elədiniz. Qiraətinizə görə, bu gözəl oxunuza görə mən təşəkkür edirəm. Öz adımdan, bu məclisdə iştirak edən izləyicilər adından burada. Növbəti iştirakçımızı dəvət eləmək istəyirəm. Ruslan bəy, Ruslan Məmmədov buyursun Bakıdan, qiraətini dinləyək. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولقد آتينا لقمان الحكمة أن اشكر لله ومن يشكر فإنما يشكر لنفسه ومن كفر فإن الله غني حميد وإذ قال لقمان لابنه وهو يعظه يا بني لا تشرك بالله إن الشرك لظلم عظيم ووصينا الإنسان بوالديه حملته أمه وهنا على وهن وفصاله في عامين أن اشكر لي ولوالديك إلي المصير وإن جاهداك على أن تشرك بي ما ليس لك به علم فلا تطعهما
فلا تطعهما وصاحبهما في الدنيا معروفا واتبع سبيل من أناب إلي ثم إلي مرجعكم فأنبئكم بما كنتم تعملون يا بني إنها إن تك مثقال حبة من خردل فتكن في صخرة أو في السماوات أو في الأرض يأت بها الله إن الله لطيف خبير صدق الله العظيم. Değerli qardaşımıza Ruslan bəyə təşəkkür edirik. 8-ci qarimizi dəvət eləmək istəyirəm. Hüseyin Kazımov buyursun. Hüseyin Kazımov. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولقد آتينا لقمان الحكمة أن اشكر لله ومن يشكر فإنما يشكر لنفسه ومن كفر فإن الله غني حميد وإذ قال لقمان لابنه وهو يعظه يا بني لا تشرك بالله إن الشرك لظلم عظيم ووصينا الإنسان بوالديه حملته أمه وهنا على وهن وفصاله في عامين أن اشكر لي ولوالديك المصير وإن جاهداك على أن تشرك بي ما ليس لك به علم فلا تطعهما وصاحبهما في الدنيا معروفا
واتبع سبيل من أناب إلي ثم إلي مرجعكم فأنبئكم بما كنتم تعملون يا بني إنها إن تك مثقال حبة من خردل فتكن في صخرة أو في السماوات أو في الأرض يأت بها الله إن الله لطيف خبير صدق الله العلي العظيم. Təşəkkür edirəm Hüseyin qardaşımıza, müvəffəq müəyyəd olmasını arzulayıram. 9-cu qarimizi dəvət eləmək istəyirəm. Rəsul Əhmədov buyursun. Bismillahirrahmanirrahim. ولقد آتينا لقمان الحكمة أن اشكر لله ومن يشكر فإنما يشكر لنفسه ومن كفر فإن الله غني حميد. وإذ قال لقمان لابنه وهو يعظه يا بني لا تشرك بالله إن الشرك لظلم عظيم. ووصينا الإنسان بوالديه حملته أمه وهنا على وهن وفصاله في عامين أن اشكر لي ولوالديك إلي المصير.
وإن جاهداك على أن تشرك بي ما ليس لك به علم فلا تطعهما وصاحبهما في الدنيا معروفا واتبع سبيل من أناب إليه ثم إلي مرجعكم فنؤبئكم بما كنتم تعملون يا بني إنها إن تك مثقال حبة من خردل فتكن في صخرة أو في السماوات أو في الأرض يأت بها الله إن الله لطيف خبير صدق الله العلي العظيم. Təşəkkür edirik bizim dəyərli qarimiz Rəsul Əhmədova. Növbəti və sonuncu iştirakçımızı dəvət etmək istəyirəm hamımızın icazəsi ilə. Qiyas Musayev buyursun, xahiş edirəm. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولقد آتينا لقمان الحكمة أن اشكر لله ومن يشكر فإنما يشكر لنفسه ومن كفر فإن الله غني حميد وإذ قال لقمان لابنه وهو يعظه يا بني لا تشرك بالله إن الشرك
شرك لظلم عظيم ووصينا الإنسان بوالديه حملته أمه وهنا على وهن حملته أمه وهنا على وهن وفصاله في عامين أن اشكر لي ولوالديك إلي المصير وإن جاهداك على أن تشرك بما ليس لك به علم فلا تطعهما وصاحبهما في الدنيا معروفا واتبع سبيل من أناب إلي ثم إلي مرجعكم فأنبئكم بما كنتم تعملون يا بني إنها إن تق مثقال حبة من خردل فتكن في صخرة أو في السماوات أو في الأرض يأت بها الله إن الله لطيف خبير صدق الله مولانا العظيم. Teşekkür edirəm bugün burada iştirak edən bütün qarilərimizə, iştirakçılarımıza bu müsabiqə. Doğrudan da qeyd edeyim ki, çox böyük əhəmiyyət kəsb edən bir tədbirdir. Xüsusilə bu ad altında, xüsusilə bu imza altında daha böyük önəm kəsb edir. Çünki hesab edirəm ki, bugün bu zəfər günündə bundan daha gözəl bir addım ola bilməzdi. Elhamdülillah, sizli bizli bu addımı atmağa müvəffəq olduq, həmd olsun Allaha. Və bu bayramımızı, bu milli bayramımızı, bu ümumxalq bayramımızı Quran-ı Kərimin sədaları altında, Quran-ı Kərimin tilavəti altında qeyd elədik. Bayaq iştirakçılardan mənim çox sevdiyim sənətinə, şəxsiyyətinə, savadına, biliyinə, bütün çox tərəfli gözəl xüsusiyyətlərinə önəm verdiyim çox gözəl iştirakçılardan biri, izləyicilərdən biri yaxşı bir söz dedi. Buyurdu ki, bu tədbir nə gözəl bir tədbirdir. Xüsusilə dedi, o ad altındakı
tədbir çox böyük önəm kəsb edir. Bir neçə gün bundan öncə mən bir alimimizlə yazışdım. Azərbaycanımızın tanınıb, seçilən, sevilən din alimlərindən biri ilə həm söhbət oldum, danışdım. Ona bir sual verdim ki, mənə bir cümlə ilə şəhidlik haqqında elə bir söz de ki, o söz mən onu həmişə işlədim, həmişə o sözə müraciət edeyim, o sözdən faydalanım, bir cümlə ilə olsun. Bilirsiniz mənə nə dedi? Dedi, nə haqda istəyirəm? Dedim, şəhidlik haqqında istəyirəm. Şəhidlik haqqında mənə bir dənə parafraz söylə, elə bir söz söylə ki, çox hikmətli olsun, amma bir cümləyə sığılsın. Dedi ki, şəhadət, yəni öləcəydin, yaxşı qutardın. Siz təsəvvür edin, mənim indiyə qədər eşitdiyim bu sözlərin içərisində bəlkə də deyərdim ki, ən çox mənə təhsil edən sözlərdən biri oldu. Öləcəydin, yaxşı qutardın. Yəni, ölümdən qurtaran şeydir şəhadət. Bax, bu adı altına yığışdığımız şəhidlər, o ad altındakı biz bugün görüşürük sizinlə, şəhadət məqamına ərmiş insanların, şəxsiyyətlərin xatirəsinə ki, bugün bu tədbir, bu müqəddəs tədbir təşkil olunub, o şəhadət şərbətini nuş eləyən insanlar bəlkə də Allahın ən bəxtəvər, ən seçilmiş, ən xüsusi qullarıdır ki, onları bəlkə minlərin, milyonların içərisindən Allah seçdi və dənə-dənə onları öz ali şəxsiyyətlərinin cərgəsində qərar verdi. Və onların adına toplaşmağın özü də bir şərəfdir. Necə ki, biz müqəddəslərimizin adına tədbirlər təşkil edirik və şərəf duyuruq onların adını çəkdiyimizə görə, bugün də o şərəf duyduğumuz şəxsiyyətlərin içərisində bizim Azərbaycan şəhidlərinin də adı var ki, onlar bundan sonra hər zaman təşkil olunacaq bütün məclislərin ana xəttə olacaqlar, baş xəttə olacaqlar, baş cümləsi olacaqlar. Biz toylarımızı belə onları xatırlamaqla başlayırıq, şənliklərimizi belə onları yad eləməklə başlayırıq. Hətta onların əmanətini gördüyümüz zaman onlardan qalan əmanətlərə sayğı və hörmət göstərməklə öz borcumuzu ifadə eləməyə çalışırıq. Və mən burada iştirak edən bütün qonaqları bu əziz gün münasibəti ilə təbrik eləmək istəyirəm. Məclisimizdə bu məscidin imamı iştirak edir. Bu məscidin imamı ilə bərabər digər bizim dəyərli ilahiyyatçı alimlərimiz, ruhanilərimiz iştirak edirlər və bilirsiniz, bizim bu ruhanilərimizin bəzilərinin üstünlüyü nədədir? Bizim din xadimlərimizin içərisində də qəhrəmanlar var, hamısı qəhrəmandır əslində, amma xüsusilə bizim 44 günlük müharibəmizdə, haqq savaşımızda cismən iştirak edən, orada iştirak edib, o hadisələri gözü ilə görən imamlarımız var. Biz onlarla qurub. Bax, belə imamların arxasında namaz qıldığımız zaman, belə imamların imamlığı məscidlərimizdə olduğu zaman biz o cür imamların məmunu olmağımızdan daha çox qürur duyuruq. Nə üçün? Çünki bir var, dildə danışmaq, qəhrəmanlıq səlnamələrini dilə gətirmək. Bir də var o qəhrəmanlıq səlnamələrinin tərkib hissəsi olmaq. Bizim imamlarımızın bir qismi o qəhrəmanlıq səlnamələrinin tərkib hissəsinə çevrildilər. O gənclər kimi onlar da qəhrəmanlıq manifestləri yazdılar cəbhədə, bizim ön cəbhəmizdə. Və bilirsiniz, məni sevindirən ən əsas vacib nöqtələrdən biri nədir? Onlar danışarkən, minbərlərdə, viyaz söyləyərkən, moizə eləyərkən, o xatirələr ki danışırlar, mənim kimi kitablardan danışmırlar və yaxud da qəhrəmanlıq səlnamələrini hansısa bir şəxsin nəqli ilə insanlara çatdırmırlar. Gözləri ilə, vizual olaraq gördükləri səhnələri məscidə gələn möminlərin xidmətində danışmaq şərəfinə naildirlər və onlar şərəflənirlər ki, bu cür söhbətləri bilavasitə o hadisələrin içində olan insanın dilindən eşidirlər məscidlərdə. Bu doğrudan da bir ayrı məsələdir. Ona görə də mən bu imamlarla qürur duyduğumu ifadə eləmək istəyirəm. Fəxr eləyirəm ki, bizim bugün məscidlərimizdə bu cür qəhrəman imamlarımız var. Təkcə mehrabın önündə dayanıb insanların mənəvi cəhətdən möhkəmlənməsini, mənəvi ehtiyaclarını ödəmək anlamında yox. Hətta bizim fiziki düşmənimizin belə qabağında dayanıb, fiziki olaraq bizim düşmənimizlə vuruşan igid imamlarımıza eşq olsun. Allah razı olsun belə dəyərli oğullardan və mən arzulayıram ki, həmişə xalqımız bu cür mübarizə əhval ruhiyyəsində qalsın. Çünki düşmən
müvəqqəti bir zaman üçün bəlkə də sakit dayana bilər. Əlbəttə, bugün söhbət sülhdən gedir, sakitçilikdən gedir. Biz qarşılıqlı bir-birimizi anlamaq mərhələsinə gəlmişik. Amma hesab edirəm ki, hər zaman şəhadət tələblilik diri qalmalıdır. Çünki şəhadət tələblilik hər bir millətin adıdır, şanıdır, şöhrətidir. Bir millətin təhlükəsizliyinin qarantıdır. Nə? Şəhadət tələblilik. Hər zaman hər kəs lazım gələrsə, ehtiyac olarsa, vətəni üçün, dini üçün, dəyərləri üçün, müqəddəs sayılanca dəyərləri üçün canını qurban verməyə hazır olmaq əhval-ruhiyyəsini özündə diri saxlamalıdır. Və mən hesab edirəm ki, bugün belə imamların məsciddə olmaqları və o ətrafında olan möminlərin də bu əhval-ruhiyyədə, vətənpərvərlik əhval-ruhiyyəsində irəliləməsinə şərait yaradacaq. Və mən istisna eləmirəm ki, bizim bu müharibəmizdə çoxsaylı məscid kollektivlərindən də şəhidlərimiz oldu və valideynlərinə yazdığı vəsiyyət məktublarından mən bunu görürəm. Bir kitab keçdi əlimə, bu yaxınlarda oxudum. Xahiş edirəm, sizin də əlinizdə keçsə mütləq oxuyun. 2 cilddən ibarət bir kitabdır. Vətən müharibəsi xatirələrdə. Mən çox xahiş edirəm imamlarımızdan, onların qələmi unikaldır. Hesab edirəm, onlar öz xatirələrini yazsalar daha maraqlı olacaq. Bir şəxs də əyləşib, Vətən müharibəsi xatirələrdə adlı 2 cilddən ibarət kitab yazıb. Onun məqsədi o kitabda baş vermiş hadisələrin necə baş verməsini təhlil eləmək deyil. Harada baş verdi, hansı döyüş tapşırığı yerinə yetiriləndə bu hadisələr cərəyan elədi. Belə şeylərlə qəti arası yoxdur. Hər bir şəhidi götürür, əlbəttə özü üçün nəzərdə tutur şəhidləri. Bir-bir onların evinə gedir, bütün şəhidlərin bioqrafiyasını, həyat yolunu çox gözəl bir bədii manifest kimi yazır. İnanın, bütün məsuliyyətinə sizə deyirəm, amma 2 cilddən ibarət kitabdır. Vətən müharibəsi xatirələrdə. İmkanınız oldu, dini mağazalardan götürüb oxuya bilərsiniz. Nadir tapılır, amma var. Mən orada o şəhidlərin, bəzilərinin həyatını oxuyanda bu nəticəyə gəldim ki, həqiqətən də şəhidlik bir ilahi nəsibdir, bir ilahi qismətdir. Onun üçün o mərhələni doldurmaq lazımdır. Müəyyən tələblərə cavab vermək lazımdır ki, şəhidlik təmin olunsun. Mən uşaq idim, maraqlı bir şey danışım sizə. 92-ci ildə bizim müharibəmizdə iştirak edən insanlarla bağlı bir görüş keçirilirdi. Çox gənc idim onda, mənim 12-13 yaşım var idi. Bir tədbirdə iştirak edirdim. Şəhidləri xatırlayırdıq həmin tədbirdə. Bir nəfəri mikrofona dəvət edirdi, mənim kimi bir aparıcı. Dedi ki, xahiş edirəm, burada bir bəxtəvər bir insan var. İcazə versəydiniz onu mikrofona dəvət edərdim. O ona görə bəxtəvərdir ki, bir əməliyyat baş verib, 17 nəfər olublar. 16-sı şəhid olub, o qalıb, o bəxtəvər qalıb. İcazə versəydiniz, gələrdi o bura, öz xatirələrini bizə danışardı. Mən də o məclisdə idim, həmin tədbirdə idim. Durdu ayağa belə qazi idi. Çox çətinliklə gəldi mikrofona. Mikrofonu belə döyəclədi, dedi, aparıcı getmə, gəl bura. Dedi, mən necə təqdim elədin? O qardaş deyir, təqdim elədim ki, xoşbəxt insan, həmin əməliyyatda, həmin döyüş tapşırığında sağlam çıxan, ölməyən, şəhid olmayan insan. Dedi, xahiş edirəm, yəqin mən dedi, haqqımda yanlış məlumat veriblər sizə. Burada mənim adımın yanında yaz ki, bədbəxt insan. Mən xoşbəxt necə ola bilir? Xoşbəxt o ölənlər şəhid olanlardır. Mən bədbəxtəm ki, şəhid olmadım. Və gəldi orada mikrofonun qabağında bir xatirə danışdı. İndiyə qədər mənim qulaqlarımda o xatirə canlanır. Danışdı ki, mən yatdım, yuxuda gördüm ki, mənə yaxınlaşır və dedi ki, sənlik deyil. Yəni, elə bilmə ki, sən o qurtulan, müvəffəq olan xoşbəxtlərdənsən. Sən bu şeyləri diqqətsiz olduğuna görə 17 olmadı, 16 oldu. Yoxsa 17 olacaqdı. Bunlardan müğayət ol, bu məsələlərə diqqətli ol. Yəni, o xanaları dolduranlar şəhid oldu. O Allah-u Teala'nın qoyduğu xanalar, ABVQB, bəndlər, o bəndləri dolduranlar, Allah-u Teala'nın onlar üçün elan elədiyi o müsabiqənin qalibi olanları şəhadət şərbətini nuş eləyə bildi. İmam Hüseyin əleyhissalam Kərbalada şəhid olanda çox adam gəlməli idi və gələ də bilərdi. Amma seçilənlər gəldi. Kərbalada o seçilmişlər 72 nəfər oldu. Əlbəttə qalanlarla da başqa söz danışmaq olar. Amma hesab edirəm ki, şəhadət, biz bunu din tariximizdən də görürük ki, bir xüsusi məqamdır, xüsusi bir dərəcədir, xüsusi bir mənzilətdir. Bu da sıradan hər kəsə aid olmayacaq və hər kəsə müyəssər olacaq bir şey deyil. Alimlərin birinə sual verirlər ki,
şəhidlik haqqında qısa bir konkret bir şey deyə bilərsən mənə deyib, bəli, böyük alimlərdən biridir, mən burada uzatmaq istəmirəm, ad gətirmək istəmirəm, sadəcə qısa olaraq deyirəm. Alim deyir ki, mən şəhidliyi sizə necə vəsf edeyim? Bax, elə deyir, şəriətlə danışaq da, bir heyvan, bağışlayın mən üzr istəyirəm, Allah evindən üzr istəyirəm, çox-çox, bu nurani məclisdən üzr istəyirəm, bir heyvan, bir canlı öz əcəli ilə ölsə, onun əti mındardır, yeyilməsi də haramdır. Bir heyvan, bir canlı yıxıldı, öz əcəli ilə öldü. Hər heyvanın bir ömrü var da, ömür. Kəsmədilər onu, zip eləmədilər, zipi şəri olmadı, öz əcəli ilə öldü. Əti mındardır, yeyilməsi də haramdır. Ancaq onu yaxşı vəziyyəti budur ki, qibləyə qoyalar, bismillah deyib qanın tökərlər, onda olur əti pak, yeyilməsi də halal. Deyir, mən bundan artıq deyir, sənə müqayisə gətir. Bax, Allah yolunda kəsilməkdir, paklıq, halallıq, təmizlik, ülviyyət, ucalıq. Bax, bu adı altına yığışdığımız şəhidlər də o Allah yolunda qanları tökülən insanlardır ki, onların bədəni pak, vücudları pak və yeganə insanlardır ki, şəriətimiz də onlara qusul və şəriətimiz də onlara kəfən vacib deyil. Çünki onların qanı, onların quslu, hərbi geyimi də onların libasıdır. Mən bu aralığa, bu söhbətləri sadəcə moizə edim deyə salmadım, bağışlayın, mən ustadlardan üzr istəyirəm. Sadəcə bu söhbətlər ona görə oldu ki, bizim münsiflərimiz bugünkü müsabiqəmizin final mərhələsinə keçən insanların hesablamalarını aparsınlar və mən icazə versəydiniz, hamınızın icazəsi ilə hörmətli, dəyərli axundumuz Hacı Həsən müəllimi dəvət eləyərdim bura mükafatlandırma mərasimini təşkil eləmək üçün. Deməli, bizim məsələmiz bundan ibarət olacaq ki, 10 nəfər qarimiz iştirak elədi. Yarım final mərhələsində 10 nəfər iştirakçıdan 5-i final mərhələsinə vəsiqə qazandı, 5 nəfər isə qazana bilmədi. Biz finala çıxmayanları təltif edib yola salırıq, finala çıxanları isə burada saxlayacaq və onlardan finalda onların xidmətində olacaq. Mən xahiş edirəm, Hacı Həsən müəllim buyursun və bizim məclisimizdə bir dəyərli qonağımız da iştirak edir. Bizim ölkəmizin sayılıb seçilən hörmətli ruhanilərinə olan Hacı Eldayaq müəllim, onu da birlikdə dəvət edirəm bura. İnşallah burada huzur tapsınlar. Biz xahiş edəcəyik ki, mükafatları bu yoldaşların bu yoldaşların, bu mübarək insanların əlindən almaq şərəfinin nail olsun bizim hörmətli qarilərimiz. Mən xahiş edəcəm ki, əgər icazə versəz, mən finala çıxanların əvvəlcə adlarını sayım, onları bir salavatla alqışlayaq, onlar bura gəlmirlər, sadəcə yerlərindən o alqışları alacaqlar. Bugün bizim Azərbaycan Respublikası üzrə müqəddəs şəhidlərimizin xatirəsinə təşkil elədiyimiz 13-cü Quran müsabiqəsinin, hansı ki, Quran sevərlər icmasının təşəbbüsü ilə təşkil olunur və belə dəyərli, qiymətli münsiflərimizin hesablamaları, onların balları nəzərə alınaraq onlar qiymətləndiriliblər. Final mərhələsinə vəsiqə qazanıb, finala çıxan birinci qarimizi təqdim eləmək istəyirəm. Hörmətli Elvin Qurbanov. Xahiş edirəm salavatla Elvin qardaşımızı alqışlayaq. Ayağa qalx, bir hamı görsün səni. Xidmətinizdə olacaq. Namazdan sonra sizin qiraətinizi eşidəcəyik. Final mərhələsinə yarım finaldan vəsiqə alıb, yarım finaldan final mərhələsinə keçən ikinci qarimizi hörmətli Rəsul Əhmədov. Xahiş edirəm, bir onu salavatla alqışlayaq. Allahümmə səlli əla Muhammed və ali Muhammed. Hacıyev Kamran bizim final mərhələsinə vəsiqə qazanan qardaşımız da xahiş edirəm, onu salavatla alqışlayaq. Allahümmə səlli əla Muhammed. Qiyas Musayev, xahiş edirəm, onun final mərhələsinə keçdiyinə görə bir salavatla alqışlayaq. Allahümmə səlli əla Məhəmməd Güləliyev, onu da xahiş edirəm, bir salavatla alqışlayaq. Allahümmə səlli əla Muhammed və ali Muhammed. Hörmətli axundlarımız, bu 5 nəfər ki adını çəkdik, bunlar bizim Ümumrespublika Quran müsabiqəsinin yarım final mərhələsindən final mərhələsinə keçiblər. İnşallah namazdan sonra onların
Ümumi Respublika birincisi olması müsabiqəsi təşkil olunacaq. Çox qısa bir zamanda biz biləcəyik ki, 13-cü Quran müsabiqəsinin, Ümumi Respublika müsabiqəsinin qalibi kimdir? Amma bugün Quran müsabiqəsində iştirak edib yarımfinal mərhələsində öz gözəl qiraəti ilə bizi feyziyab eləyən, amma təəssüf olsun finala çıxa bilməyən qardaşlarımız da var. Mən bu başdan deyim ki, biz həmişə müsabiqələrimizin sonunda bunu demişik ki, bu müsabiqə hamı üçün qalibiyyətdir. Əslində burada məğlub yoxdur, hamı qalibdir. Çünki Quran oxuyanlar humul qalibun, onlar hamısı qalibdirlər. Sadəcə bu da bir müsabiqədir, müsabiqənin də öz tələbləri var. İcazə verin, mən böyük hörmət və ehtiramla Samir Rüstəmovu dəvət edeyim, buyursun inşallah bizim dəyərli qardaşımız öz hədiyəsini bizim hörmətli axundlarımızdan alsın. Samir Niftullayev. Samir Niftullayev, buyur Samir Niftullayev. Siz yarım final mərhələsində öz imkanlarınızı sərgilədiniz. Çox təəssüf ki, finala çıxa bilmədiniz, amma bu o demək deyil ki, siz məğlubsuz, siz həmişə qalibsiniz. Var olasınız, xahiş edirəm, gəl dəyərli qardaşımızı alqışlayaq, salavatla. Allah! Muhammed. İkinci yarımfinal mərhələsində seçilən dəyərli insanımız, dəyərli qarimiz Əkbər Əliyev. Xahiş edirəm, salavatla gəlsin, hədiyəsini bu gözəl ruhanilərimizin əlindən alsın. Allahümmə salli əla Muhammed və ali Muhammed. İlkin Nemətzadə. Xahiş edirəm, buyursun, öz hədiyəsini təqdim eləyək ona. Allahümmə salli əla Muhammed və ali Muhammed. Ruslan Məmmədov, xahiş edirəm, buyursun, öz gözəl hədiyəsini bizim dəyərli alimlərimizin əlindən alsın. Allahümmə. Və son olaraq bizim hörmətli dəyərli qarimiz Hüseyin Kazımov, buyursun, öz hədiyəsini təhvil alsın. Allahümmə salli əla Muhammed və ali Muhammed. Mən sizin hamınıza təşəkkür edirəm. Yarın final mərhələsi yekunlaşır. Xahiş edirəm, bu gözəl bərəkətli məclisimizin, şəhidlərimizin müqəddəs ruhuna ithaf olmasına ucalı bir salavat.